Salam əziz uşaqlar, bu günlərim 3-cü sinif Namazov məntiq testinin izahına başlayırıq. Birinci sualımız, daha doğrusu mövzumuz ardıcıllıqlardır və dərsdə ardıcıllıq mövzusu ilə bağlı izahları vermişəm. İndi isə həmin mövzu ilə bağlı olan testlərin izahına baxaq. Birinci suala baxaq. Birinci sualda görək hansı qanuna uyğunluq baş verib. 13-dən 15 alınıb. Sizcə necə? Üzərinə 2 gəlib. 15-dən 19 üzərinə 4 gəlib. 19-dan 25 alıb. Üzərinə 6 gəlib. 25-dən 33 alıb. Üzərinə 8 gəlib. İndi biz üzərinə neçə gəlib, hansı ədədi almalıyıq. Bunun üçün gəlin baxaq görək hansı qanuna uyğunluq baş verib. Üzərinə 2 gəl, 4 gəl, 6 gəl, 8 gəl. İndi hansı? Demək ki, uşaqlar üzərinə cüt ədədlər gəlib. 2, 4, 6, 8. İndi isə üzərinə 10 gəlməlidir. Bəs yaxşı, üzərinə 10 gəlsək, hansı ədədi alırıq? 43. Afərin sizə, 43. İndi isə gəlin keçək digər ikinci suala. Baxın, birinci 6-dan 10 alıb. Gəlin baxaq necə. 6-nın üzərinə 4 gəlib, 10 alıb. 10-un üzərinə 4 gəlir, 14 alır. 14-ün üzərinə 4 gəlib, 18 alır. Bəs yaxşı, 18-in üzərinə 4 gəlsək, 22 alırıq. İndi biz 22-nin üzərinə neçə gəlib, neçə gəlməliyik? Bunu tapmaq üçün yenə özündən əvvəlkilərə baxarıq. Üzərinə 4 gəlib, 4 gəlib, 4 gəlib, 4 gəlib. Demək, hamısının üzərinə 4 gəldiyi üçün, demək 22-nin üzərinə 4 gəlsək, neçə eləyir? 26. Demək, cavab A variantıdır. İndi isə 3-cü suala baxırıq. 3-cü sualda, uşaqlar, mən əvvəlki dərsdə demişdim ki, ardıcıllıqlar təkcə toplama əməlindən ibarət deyil. Həm toplama, həm çıxma, həm vurma, bölmə və həmçinin iki əməliyyatın ikisi də birlikdə ola bilər. Həm elə bil ki, vurma, həm də toplama. İndi irəliləyən testlərdə qarşımıza çıxacaqdır. Gəlin baxaq. 92-dən 83 alıb. Necə alıb? Hansı? Neçə çıxıbdır? Demək, 92-dən 9-u çıxıb, alıb 83. 83-dən neçəsini çıxıb 74 alıb. Buradan da 9-u çıxsaq, 83-dən 9 çıxsaq, 74 alırıq. 74-dən də yenə neçə çıxırıq 65 almaq üçün? 9-u. 65-dən də 56-nı almaq üçün yenə 9-u çıxırıq. İndi uşaqlar, siz mənə deyin, baxın, hansı proses baş verib? 9 çıxma, ancaq 9 çıxır. Növbəti ədədi almaq üçün ancaq 9 çıxırıq. İndi 56-dan da biz 9-u çıxırıq. Neçə eləyir? 47. Afərin. İndi isə gəlin keçək 4-cü suala. 4-cü suala baxaq. 51-dən 49 alıb. Gəlin baxaq görək necə olub. İndi 51-dən neçəsini çıxsaq 49 eləyər. 51-dən ikisini çıxsaq 49 eləyər. 49-dan neçəsini çıxsaq 45 eləyir? 4-ünü. 45-dən 6-sını çıxsaq 39. Bəs yaxşı. 39-dan neçəsini çıxmalıyıq ki 31 eləsin? 8-ini. İndi bunu siz deyəsiniz. Baxın görək hansı qanuna uyğunluq gedir. Bir dəfə 2 çıxır, bir dəfə 4 çıxır, bir dəfə 6 çıxır, bir dəfə 8 çıxır. İndi neçə çıxmalıdır? Hansı qanuna uyğunluq gedir? Cüt ədədləri çıxır bir-bir. 2, 4, 6, 8. İndi isə 31-dən 10-u çıxıb digər ədədi almalıdır. Yəni 21-i almalıdır. İndi isə gəlin baxaq digər suala. Aha. İndi 5-ci suala baxırıq. 7-dən 9 alıb. Gəlin baxaq görək. 7-dən 9-u necə alıb? Üzərinə 2 gəlib. Yaxşı, 9-dan 13 alıb. Üzərinə neçə gəlib? 4 gəlib. 13-dən 19 alıb. Üzərinə neçə gəlib? 6 gəlib. 19-dan 7 gəlib. Neçə gəlib üzərinə? 27 alması üçün. Üzərinə 8. 27-dən 37-ni alıb. Üzərinə neçə gəlib? 10 gəlib. İndi burada hə. İndi 37-dən digər cavabı tapmaq üçün üzərinə neçə gəlməliyik? Gəlin baxaq, hansı qanuna uyğunluq var? Bir dəfə üzərinə 2 də gəlir, sonra 4,
sonra 6, sonra 8, sonra 10. Bəs indi üzərinə neçə gəlməlidir? Burada da cüt ədədləri bir-bir üzərinə gəldiyi üçün 2, 4, 6, 8, 10. İndi isə üzərinə 12 gəlməlidir. 12. Aha, üzərinə 12 gəlsək, neçə eləyir? 49. Aha, indi gəlin baxaq 6-cı suala. Uşaqlar, 6-cı sualda yenə izah edirəm. Bəzən ola bilər ki, belə fiqurlar, məsəl üçün, verib sizi çaşdıra bilər ki, eyni rəngdə olmalıdır. Amma bu o demək deyil ki, mütləq eyni rəngdə, eyni formada olanlar bir qanun uyğunluğu altında birləşir. Xeyr. Məsələn, elə ola bilər ki, məsəl üçün, 41-dən 5 ala bilər, 3-dən 6-dan 5-dən 36 ala bilər, 36-dan 10 ala bilər. Yəni bir-bir davamlı ola bilər. Amma bəzən ola bilər ki, bu proses olmasın. Məsəl üçün 41-dən 5 alması üçün 36 çıxmalıdır. 5-dən 36 almaq üçün nə etməlidir? Üstünə 31 gəlməlidir. 36-dan 10 alması üçün üzərinə 26 çıxmalıdır. Baxın uşaqlar, heç bir qanuna uyğunluq baş vermir. Ona görə biz bir-bir eyni rəngdə olan fiqurlara bir baxırıq, müxtəlif rəngdə olan fiqurlara isə bir baxırıq. Məsəl üçün, 41-lə 36-ya bir baxaq. 41-dən 36-nı almaq üçün 5-i çıxırıq. 36-dan 31 almalıyıq. Nə etməliyik? Yenə 5-i çıxırıq. 31-dən 26 almaq üçün nə etməliyik? Yenə 5-i çıxırıq. 26-dan həmin bu sual işarəsini tapmaq üçün nə etməliyik? Hansı qanun uyğunluqlar getdi? 5 çıxaraq getdi. Demək, 26-dan da 5-i çıxmalıyıq ki, biz bu sual işarəsinin yerini tapaq. Yəni, cavab eləyir 21. Bu sual işarəsinin yerinin cavabı 21-dir. İndi gəlin yaşıl fiquru tapaq. 5-dən 10 alıb. Necə eləyib? Üzərinə 5 gəlib. Yaxşı. 10-dan 15 alıb. Necə eləyib? Yenə üzərinə 5 gəlib. 15-dən 20-ni necə? Üzərinə 5 gəlib. İndi bu yaşıl fiquru da tapmaq üçün nə etməliyik? Üzərinə 5 gəlməliyik. Bu da neçə eləyir? 20-nin üzərinə 5 gəlsək 25. Cavabımız 21 və 25. C variantı. İndi isə keçək növbəti 7-ci suala. Baxaq. Yenə burada 6-dan 63 almaq olur. Yəni üzərinə gərək 6-nın neçə gələk ki, 57 gələk ki, 63 versin. 63-dən də təzədən 50 çıxaq. Yəni bu biraz alınmır. Görürsüz ki, bir-biri ilə bu qanuna uyğunluq belə geçək, belə bir qanuna uyğunluq alınmır. Gəlin eyni fiqurlarla baxaq. Onda görək necə olur. Yəni 6-dan 13 alaq. Neçə eləyir? Üzərinə 7 gəlirik. Yaxşı, indi 13-dən 20 almaq üçün nə etməliyik? Yenə üzərinə 7 gəlirik. 20-dən 27 almaq üçün üzərinə 7 gəlirik. 27-dən bu fiqurun içini tapmaq üçün nə etməliyik? Baxın görək hansı qanuna uyğunluqlar baş verdi. Baxın 7 gəldi, 7 gəldi, 7 gəldi. Yenə üzərinə 7 gəlsək neçə eləyir bura? 34. İndi gəlin hansı mavi fiqurların içərisini tapaq. 53-dən 56-nı almalıyıq. Görək nə edibdir. 53-dən 56-nı almaq üçün 7-ni çıxır. Baxın uşaqlar, yuxarıda üzərinə 7 gəlirdi. Yəqin ki, indi aşağıda 7 çıxaq. Baxaq görək axıra kimi düz gedir. 56-dan 49 alıb. Nə edib? 7-ni çıxır. 49-dan 42-ni alıb. Nə edib? Yenə 7-ni çıxır. İndi yaxşı, 42-dən digər fiqurun içini tapmaq üçün nə etməliyik? Baxın görək əvvəlki nə eləyib əvvəl? Hamısından 7 çıxıb. Düzdürmü? Ona görə buradan da 42-dən də 7-ni çıxırıq. Neçə alırıq? 42-dən də 7-ni çıxanda 35 eləyir. Demək cavabımız 34 və 35. B variantı. İndi isə gəlin baxaq 8-ci suala. 3-dən 4 alıb. Necə alıbdır 3-dən 4? Üzərinə 1 gəlib. Yaxşı. 4-dən 7 alıb. Üzərinə neçə gəlib? 3 gəlib. 7-dən 11 alıb. Necə alıb? Üzərinə 4 gəlib. 11-dən 18 alıb. Üzərinə neçə gəlib? 7 gəlib.
Uşaqlar, bu qanuna uyğunluq eee, biraz çətin getdi. Çətin getmədi, daha doğrusu alınır. Sadəcə gəlin indi o birisi qanuna uyğunluğuna baxaq. Yəni bu variantda alındırmaq çətindir. Yəni biz bilə bilmirik növbəti gələn rəqəm. Məsəl üçün 18-dən gəlin 29-u da alaq. İndi sizə tam izahını verim. Üzərinə 11 gəlir, düzdürmü? İndi biz bilə bilmərik bundan sonra gələn axı. Baxın, həm burada cüt ədəd də verib, həm tək də verib. İndi biz bilək arasında nə qədər fərq olduğunu bilə bilmirik. Desəz ki, müəllim, 4 fərq var, alınmır. 3 fərq. Gəlin indi ona görə o birisi qanuna uyğunluğu ilə həll edək. Yəni indi izahını verirəm. Baxın. 3 ilə 4-ü toplayanda bizə neçə verir? 7-ni. Bəs yaxşı. 4 ilə 7-ni toplayanda bizə neçə verir? 11. İndi bu birisinə baxaq. 7 ilə 11-i toplasaq bizə neçəni verir? 18-i. Bəs yaxşı. İndi 11 ilə 18-i toplasaq bizə neçə verir? 29. Yəni uşaqlar, buradakı qanuna uyğunluq nədir? Baxın, özündən əvvəlki 2 rəqəmi, 2 ədədi toplayıb digər cavabı alır. Yəni məsəl üçün 7-ni almaq üçün 3 ilə 4-ü toplayıb. İndi 11-i almaq üçün 4 ilə 7-ni toplayıbdı. İndi uşaqlar, biz sual işarəsinin yerini tapmaq üçün hansını toplamalıyıq? 18 ilə 29-u toplamalıyıq. Yəni 18 ilə 29-u toplayıb bu sual işarəsinin yerini tapırıq. Cavab neçəyir? 47. Aydın oldu? Gəlin keçək növbəti sualların izahına. Baxın, uşaqlar, mən sizə dərsin izahında verdim ki, izahını deyərkən sizə söylədim ki, təkcə toplama ilə, çıxma ilə və yaxud vurma, bölmə ilə olmur. Həmçinin başqa üsullarla da var həlli. Yəni həm ikisi, həm toplama da ola bilər, həm də vurma da ola bilər və çıxma da ola bilər. Yəni bunların hamısı eyni anda baş verə bilər. Necə? Məsəl üçün 9-cu suala baxın. 9-cu sualda 1-dən 4 almalıyıq. 1-dən 4-ü necə ala bilərik? 4-ə vura bilərik. Yaxşı, gəlin 1-dən 4-ə vurduq, düzdür? Bəs yaxşı, buradan bunu necə alırıq? Bunda da neçəyə vurmalıyıq? 4-dən 10 almaq üçün axı başqa neçəyə vurmalıyıq? Heç neçəyə. Demək, bu alınmır. 4-ə vurma alınmadı. Bəs yaxşı, gəlin baxaq görək 2-yə vursaq. Hə. 1-i vurduq 2-yə. Vurduq 2-yə. 2-yə vurduq. Bəs yaxşı, 4-ü almaq üçün nə etməliyik? Bir dəfə 2. Gəlin üzərinə 2 gələk. Görək 4 alınır. Aha, alındı. 4-ü ala bildik. İndi yaxşı, gəlin 4-dən 10 alaq. 4-dən 10-u almaq üçün 4-ü yenə vuraq 2-yə. Elədimi 8? 8-in üzərinə 2 gəldik. Elədimi 10? Aha, demək ikisi üçün uyğun gəldi. Gəlin baxaq görək digərləri üçün də bu üsul doğrudur, alınır. Məsəl üçün 10-dan 22-ni almaq üçün nə etməliyik? Vururuq yenə 2-yə, üzərinə gəlirik 2. Cavab elədi 10-u 2-yə vuranda 20, üzərinə də 2 gələndə 22. Afərin. Demək uşaqlar, hansı qanuna uyğunluğa əsasən həll olunur? Gəlin görək 22-dən 46-nı da bu üsulla həll edib ala bilirik. 22 vuraq. Bir saniyə. 22 onsuz da burada var. Vurulsun 2. 22-ni 2-yə vuran neçə eləyir? 44. Üzərinə də 2 gəlsək 46 eləyirmi? Aha. Demək uşaqlar, belə bir qayda, belə bir nəticəyə çıxdıq ki, hamısında hansı yolla həll eləyir? 2-yə vurub üzərinə 2 gəlir. 2-yə vurub üzərinə 2 gəlir. 2-yə vurub üzərinə 2 gəlir. 2-yə vurur üzərinə 2 gəlir. Onda biz də nə etməliyik? 46-nı gəlin elə yerdən yazaq ki, 46-nı məsəl üçün buradan yazaq. 46-nı vururuq 2-yə, üzərinə gəlirik 2. Bu da eləyir neçə? 94. Elədi C variantı. Aydın oldu.
İndi isə gəlin keçək 10-cu suala. 10-cu sualda. Bax görək 10-cu sualda hansı qanun uyğunluğa əsasən aparılır. Məsələn, 1-dən 2-ni almaq üçün gəlin baxaq. Vuraq 2-yə. Hə. Bəs yaxşı. 2-dən 5 almaq üçün nə etməliyik? 2-yə vura bilirik? Xeyr. Onda bu alınmadı. Gəlin vuraq. Üzərinə gələk. Toplama ilə eləyək. Üzərinə 1 gəldik. Üzərinə 1 gəldik. 2-ni aldıq. 2-dən də 5 almaq üçün üzərinə neçə gələk? Üzərinə 3 gələk. Ola bilər? Ola bilər. Bəs yaxşı. 5-dən 14-ü almaq üçün üzərinə 9 gəlsək, bu tək ədədlər. Məsəl üçün bizdə əvvəl misallar var idi. Üzərinə tək ədədləri gəlirdik. 3, 5, 7 cavab alırdıq. Amma burada pozuldu axı. 1, 3, sonra 5 gəlməli idi, sonra 7 gəlməli idi. Amma indi burada birbaşa 9 gəldi. Ona görə də bu da uyğun deyil. Gəlin indi baxaq. İndi görək hansı qanun uyğunluqla edə bilərik. Gəlin indi də 3-ə vuraq. Hə, gəlin 3-ə vuraq. Biri 1-dən 2-ni almaq üçün 3-ə vurduq. Hə, 1-i 3-ə vuranda neçə yeyir? 3. Axı 2-ni ala bilmədik. Gəlin 3-ə vurub 1 çıxaq. Aldıq. Bir dəfə 3-üm 3, 3-dən də 1-ni 2. Hə, burada alınır. Gəlin görək 2-dən 5 almaq üçün 2-ni 3-ə vurub 1 çıxsaq. 1 çıxsaq 5 alınır. 2 dəfə 3-üm 6, 1-ini də çıxdıq 5. Aha, burada da alındı. Gəlin baxaq. 5-dən 14-ü almaq üçün bu üsul alınır. Vuraq. 5-i 3-ə vuranda neçə yeyir? 15. 15-dən də 1-ini çıxırıq. 14. Demək bu da alındı. Gəlin baxaq görək. 14-dən 41-i almaq üçün bu üsul işə yarayır. Yəni 3-ə vursaq neçə yeyir? 42, 42-dən də 1-ini çıxdıq, elədi 41. Uşaqlar, demək hansı qaydadır? 3-ə vurub 1 çıxma, 3-ə vurub 1 çıxma, 3-ə vurub 1 çıxma, 3-ə vurub 1 çıxma. İndi 41-i də 3-ə vururuq. Neçə eləyir? 123. 123. Ondan da 1-ni çıxanda neçə elədi? 122. Aydın oldu. Baxın, 9-cu suala baxın. Burada 2 vurub üzərinə 2 gəlirdi. 2-yə vurub üzərinə 2 gəlirik. Burada da 3-ə vurub 1 çıxırıq. İndi isə gəlin baxaq 11-ci suala. 11-ci sualda 6-dan 11-ini almaq üçün üzərinə 5 gəldik. 11-dən üzərinə 9 gəldik. Üzərinə yox. Baxın, 20-dən 37-ni almaq üçün üzərinə 17 gəldik. Yox. Bu tam uyğun qayda deyil. Gəlin baxaq görək, başqa hansı yolla eləyə bilərik. Yaxşı, gəlin baxaq. 6-dan 11 almaq üçün nə edə bilərik? 11-ə yaxın 6-nı nə edək? 6-nı 2-yə vurarıq. 6-nı 2-yə vursaq neçə yeyir? 12. Bəs yaxşı, 12-dən 1 çıxsaq neçə yeyir? 11. Hə, demək 2-yə vurub 1 çıxanda alınır. Gəlin baxaq görək, digər variantlar üçün də uyğundur. 11-dən 22 almaq üçün 11-i 2-yə vururuq, 22. 22-dən neçəsini çıxmalıyıq ki, 20 versin 2-ni. Burada 2 çıxdı. Gəlin onda digərlərinə baxaq. 20-dən 37 almaq üçün 20-ni vuraq 2-yə. Neçə elədi? 20-ni 2-yə vuranda 40. 40-dan neçəsini çıxmalıyıq? 3-ünü çıxmalıyıq ki, 37 eləsin. Yaxşı. Bəs yaxşı. İndi 37-dən 70 almalıyıq. 37-ni neçəyə vurmalıyıq? 2-yə vurduq. 37-ni 2-yə vuranda neçə yeyir? 74. 74 eləyir də 74. 74-dən də neçəsini çıxmalıyıq ki, bizə 70 versin. Yəni 37-dən 70 almalıyıq da. 37-ni 2-yə vurduq, 74. 74-dən də 4-ü çıxsaq eləyir 70. Hə, uşaqlar, baxın. Bayaqlarım qaydalarda necə idi? Baxın,
3'ə vurub 1 çıxırdıq. 2'yə vurub üzərinə 2 gəlirdik. Amma burada birazcıq fərqlidir. Diqqətli olmaq lazımdır. Burada nə edirik? 2'yə vururuq. Hamısını da 2'yə vururuq. Düzdürmü? Amma birində 1 çıxırıq, birində 2 çıxırıq, birində 3 çıxırıq, birində 4 çıxırıq. İndi neçə çıxmalıyıq? Baxın, vurma əməli olduğu kimi qalır. Yəni bu 70'i biz 2'yə vururuq. 70 vurulsun 2. 70'i 2'ye vuranda neçə yer? 140. Bunu aldıq. Bu heç öz yerində. Bəs yaxşı. İndi çıxmadan neçə çıxmalıyıq uşaqlar? Bunu necə tapırıq? Baxın, bir dəfə 1 çıxıb, bir dəfə 2 çıxıb, bir dəfə 3 çıxıb, bir dəfə 4 çıxıb, bir dəfə də 5 çıxmalıdır. Başa düşdünüz? Cavab eləyir 135. Aydın oldu. İndi isə gəlin baxaq digər suala, 12-ci suala. Baxırıq 12-ci suala. Gəlin baxaq görək burada necə alıb. Baxın uşaqlar, böyük rəqəmlərdə, çox böyük rəqəmlər olanda bilin ki, orada toplama çox da olmur. Əsasən vurma işarəsi həyata keçirilir. Gəlin onda birinci bu dəfə də vurmadan başlayaq. Məsəl üçün 5-dən 10 almaq üçün nə edə bilərik? 5'i 2'yə vursaq neçə yeyir? 10. Gəlin 5'i vuraq 2'yə. Üzərinə neçə gəlsək 11 yeyər? Üzərinə də 1 gəlsək 11 eləyir. Bəs yaxşı, 11-dən 24-ü necə ala bilərik? 11-i nə edirik? 11-i vururuq 2-yə. Üzərinə neçə gəlsək 24 eləyər? 2. Yaxşı, 24-dən 51 almalıyıq. 24'ü vururuq 2'yə. Neçə eləyir? 48. Bəs yaxşı, 48'in də üzərinə neçə gəlməliyik ki, bizə versin 51. Üzərinə də 3 gəlirik. Aydın oldu. İndi gəldik əsas məsələyə. Baxın uşaqlar, hansı qanun uyğunluq baş verib burada? 2'yə vurub üzərinə 1 gəlib. 2'yə vurub üzərinə 2 gəlib. 2'yə vurub üzərinə 3 gəlib. İndi biz də nə etməliyik? 2'yə vurmalıyıq. Üzərinə neçə gəlməliyik? Baxın, bir dəfə 1 gəlib, 2 gəlib, 3 gəlib. İndi də biz üzərinə 4 gəlirik. İndi 51'i də 2'yə vuranda 102, 102'nin üstünə 4 gələndə 106. Cavab B variantı. Aydın oldu. İndi isə gəlin keçək 13-cü sualımıza. Gəlin baxaq 13-cü sualımıza. Hə. 13-cü suala baxırıq. Burada uşaqlar, görək hansı proses baş veribdir. Demək 64'dən 32 alıbdır. Sonra 32'dən 16 alıb. Burada sual işarəsi var. Sonra buradan 16'dan 8 alıb. 8'dən 4 alıb. Bu yaxud bu yolla gedə bilər. Ya da uşaqlar bu belə də ola bilər. Baxın sizə bir saniyə. Hə. Məsələn belə bu formada da gedə bilər. 4'dən 8'ə, 8'dən 16'ya. Burada uşaqlar səhv düşübdür. Baxın, yarımçıq düşüb. Çünki burada eyni ola bilməz. Burada bir səhvlik var. Burada da həm 16 var, həm də burada. Bu burada yerləşməli idi. Yəni sırası pozulubdur. Amma gəlin bunu da izahını verim sizə. Baxın burada necə bir proses baş verir. 4'dən 8 alır. Bu eləyir neçəyə vurur? Yəni 2'yə vura-vura gedir. 8'dən 16 alır. 2'yə vurmadı. 16'dan 32 alır. Burada 2'yə vurmadı. Və yaxud 32'dən 64 alır. 2'yə vurmadı. Sadəcə burada bu işarə səhv düşübdür. Və plus da 16'dan 2 dənə istifadə olunur. Yəni bu sualda biraz problem var. Ola bilsin çapda, yəni kitabı PDF-ə çevirəndə problem baş verib ona görə. Yəni başa düşdünüz? Yəni burada səhvlik olub. Ya ola bilsin ki, məsəl üçün bunu verməməli idi burada. Belə ola bilərdi. 64'ü bölüb 2'yə 32 alıb. 32'ni 2'yə bölüb 16 alıb. 16'nı 2'yə bölüb 8 alıb. Burada da bitirməli idi. Bu ikisi isə daha olmamalı idi. Cavabda elə 8 almaq olardı. İndi isə gəlin keçək 14-cü suala. Orada bir problem var idi. Biz dedik ki, bayaqlarım bəzən ola bilər ki, fiqurlar arasında əlaqə eyni ola bilər. Bəzən də elə ola bilər ki, olmaya bilər. Məsəl üçün, buradakı fiqurlara, eyni fiqurlara gəlin birinci bir baxaq.
Məsələn, 81-dən 27 alıb necə ala bilər? Bölsək alınır. Aha, bölsək, yəni 3-ə bölsək 27 alınır. Düzdürmü? 27-ni də 3-ə bölsək 9 alınır. Alınır. 9-u da neçəyə bölsək 3 alınır. Yenə 3-ə bölsək 3 alınır. Bəs yaxşı, mən 3-ü neynəməliyəm? Neçəyə bölməliyəm? Baxın, 3-ə bölüb, 3-ə bölüb, 3-ə bölüb. Burada da mən 3-ə bölməliyəm. 3-ü də 3-ə böləndə 1. Demək, ulduzun içindəki cavab 1 eləyir. Bəs yaxşı, gəlin baxaq bu sarı olanlara. 3-dən 6-nı necə alıb? 2-yə vurub. Bəs yaxşı, 6-dan 12-ni necə alıb? Yenə 2-yə vuraraq. 12-dən 24-ü necə alıb? Yenə 2-yə vuraraq. Bəs yaxşı, 24-dən 2-ni necə alıb? 2-yə vuraraq. Yəni 48. Aydın oldu. Onda cavabımız neçədir? 1 və 48 B variantı. Buradakı bu heç bundan o bizim misalında bura bu hissəyə keçib. Buna baxmayın. Gəlin keçək sonuncu sualımıza, 15-ci suala baxaq. Gəlin birinci bizdə buradakı uyğunluqlara baxaq. 7-dən 10-u necə ala bilər? Təbii ki də üzərinə 3 gələrək. Bəs yaxşı, 10-dan 13-ü yenə üzərinə 3 gələrək. 13-dən 16-nı yenə üzərinə 3 gələrək. Bəs yaxşı, 16-nın üzərinə neçə gəlməliyik ki? Neçə gəlməliyik? Baxın, qanun uyğunluq hansı ədəddir? 3, 3, 3. Demək, bunun da üzərinə 3 gəlməliyik ki, neçə eləyir 16-nın üstünə 3 gələndə? 19. Demək, bu dairənin içi bizdə 19 elədir. Gəlin, baxaq görək. Aşağıdakı neçə eləyir? 1-dən 3 alıbdır. Necə ala bilər? Üzərinə 2 gələ bilər. Aha, 3-ə də vura bilər. Gəlin, baxaq görək hansı qanuna uyğunluq düz gəlir. Üzərinə 2 gəlsək. Üzərinə 2 gəlsək. Bəs yaxşı, 3-ün üstünə neçə gəlməliyik ki, 9 eləsin? 7. Aha. Şu qanuna baxın, 9-un üstünə neçə gəlməliyik ki, 27, 18. Baxın, görün bir-biri ilə uyğunluq var. 2, 7, 18. Xeyr. Demək, bu toplama deyil. Yəni, üzərinə 2 gəlmə deyil. Bəs onda nə ola bilər? Dedik ki, həm toplama da ola bilər, həm də vurma ola bilər. Gəlin, baxaq. Əgər vurma olsa, 1-dən 3-ü necə ala bilər? Yəni, vurma olsa, 1-dən 3-ü almaq üçün həmin ədədi 3-ə vururuq, digərini alırıq. Bəs yaxşı, 3-dən 9 almaq üçün 3-ü də vururuq, yenə 3-ə 9-u alırıq. Yaxşı, bəs 9-dan 27-ni almaq üçün 9-u nə edirik? 3-ə vururuq, 27 alırıq. İndi 27-ni nə etməliyik ki, bu fiqurun içini tapaq? Baxın, hansı qanun uyğunluqlar var burada? 3-ə vurur, 3-ə vurur, 3-ə vurur. Demək, biz də nə etməliyik? Yenə 3-ə vurmalıyıq. 27-ni də 3-ə vuranda neçə elədi? 81. Demək, birinci ədədimiz 19, ikinci ədədimiz birinci 19, ikinci 81. Cavab C variantı. Bugünlük bu qədər. Bu günlərim ardıcıllığın ilk 15 testinin izahını həll etdik. Oldu. Görüşənədək uşaqlar.